IŞİD terror qruplaşmasının təhlükəsi bütün region dövlətlərinə yayıla bilər. Bu qorxulu xəbərdarlığı BMT-nin baş katibi Pan Ki-moon edib. Əvvəlki günlərlə nisbətən bugün İraq İslam Şam dövləti qruplaşması Bağdada doğru ilerləməsində maneə ilə qarşılaşıb. İraq ordusu Tit və Samirə şəhərlərini tam olaraq öz nəzarətinə götürüb. Agentliyin ərazidə olan müxbiri bildirib ki, bu iki şəhər ordunun keçirdiyi uğurlu əməliyyatlardan sonra İraq və Şam İslam Dövlət Qruplaşmasının ekstremist döyüşlərindən təmizlənib. Bundan başqa Bağdadın şimalında Səlahiyyəddin vilayətində gedən döyüşlərdə IŞİD liderlərindən olan Əbu Dücani Əl-Məğribinin qətlə yetirildiyi bildirilir. İşid silahları İraqın Səlahiyyəddin bölgəsində tikintidə çalışan 60 işçini qaçırıb. Qaçırılanlardan 15 nəfərin türk vətəndaşı olduğu bildirilir. Silahları qaçırdıqları işçilər arasında sünni məzhəbinə mənsub olanlar azad olunub. Qaçırılanlar arasında Pakistan, Bangladeş və Türkmənistan vətəndaşlarının olduğu deyilir. Bu arada BMT İraqdakı vəziyyətlə bağlı xəbərdarlıq edib. BMT-nin baş katibi Ban Ki-moon İraqdakı döyüşlərin bütün regiona yayıla biləcəyinə dair xəbərdarlıqla çıxış edib. İraqın baş naziri Nuri Əl-Malikini sünnilərlə diyaloqa getməyə çağıran Ban Ki-moon regiondakı bütün ölkələrin və beynəlxalq ictimaiyyətin İraq hökumətinin sülh və sabitliyin yenidən bərpa edilməsində dəstəkləyəcəyinə ümidvar olduğunu deyib. BMT-nin baş katibi həmçinin bütün terror hücumlarını pislədiyini, dinc sakinlərin öldürülməsi və diplomatların qaçırılması kimi halların insan haqlarının pozulması olduğunu deyib. Ban Ki-moon bu hücumlarda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.